Altıncılar, hər birinizi xoş gördük iş dəftərində. Bu arada dərsliklərin izahı üçün bizim digər Cəbrayıl 50 kanalımızı izləyə bilərsiniz və bu kanalına dəstək olmaq üçün abunə olun, bəyənin və rəy yazın. Abunə olun. Deməli, bilməcəni həll etsən, mətndə təsvir olunan hadisəni Fransanın hansı əyalətində baş verdiyini öyrənə bilərsən. Yazıq sözünün sinonimi, Almaniyanın paytaxtı, gəlin birinci bunu tapaq. Berlin. Düzdür. İndi bununla digərlərinə baxaq. L var burada. Fransanın paytaxtı Paris'dir. Paris. Gəlin burada Paris'i tapaq. Daha doğrusu 2A'dır. A. 3 yoxdur. 5 yoxdur ki burada. Yoxdur. Hadisənin baş verdiyi əyalət. Əyaləti tapa bilməliyik. Burada yəni bilmiriksə hərflərlə tapmalıyıq. Bu onda Z, A, V, A zavallı olur. Buradan tapırıq. 7-ci rəqəmimiz bizim E, 4 L, 1 Z, A, 12 də S. Elzas əyalətində baş verib hadisə. Frazeoloji birləşmələrin mətnə uyğun mənasını seç. Ağır gəlmək, çəkisi çox olmaq, pis təsir etmək. Burada bu hadisə onlara ağır gəlir. Yəni müəllimə də ağır gəlir, yəni pis təsir edir. Mat qalmaq, təəccüblənmək mənasıdır. Burada şahmat oynamırdılar ki mətndə. Sualları cavablandır. Frans məktəbə getməyə nəyə görə qorxur? Çünki dərsə gecikmişdi. Fransı sinifdə təəccübləndirən hadisə nə oldu? Fransı ona görə təəccüblənir ki, sinifdə səssizlik idi. Və ağsaqqallar var idi. Vardı. Kənd qocaları müəllimə nəyə görə minnətdar idilər? Çünki o 40 il idi ki şagirdlərə xidmət göstərirdi. Hətta sədaqətlə xidmət göstərirdi. Buna təşəkkürə gəlmişlər, belə deyək. Mətndə hansı sualın cavabı var? Frans neçənci sinifdə oxuyurdu? Belə deyək, Fransın neçənci sinifdə oxuduğunu bilmirik. Həmin gün Frans dərsə niyə gecikirdi? Bu haqda da yoxdur. Məktəbdə dərs saat neçədə bitirdi? Saat 12-də, çünki kilsənin zəngi oldu. Kilsədə zəng çalındı. Növbəti, fikirlərin doğru yoxsa yanlış olduğunu müəyyənləşdir və fikrini əsaslandır. Hadisə baş verən əyalətdə müharibə gedirdi. Doğrudur, çünki mətndə deyilir ki, son 2 ildə lövhədə məğlub olduğumuz döyüşlər, sonra yəni mənfi şeylər yazılırdı da. Məğlubiyyət ilə yazay. Xəbərləri, əmrlər yazılırdı. Frans tarix və qrammatika kitablarını həmişə həvəslə oxuyurdu. Xeyr, həmişə həvəslə oxumurdu. Çünki deyilir ki, həmişə darıxdırıcı gələn kitablar yəni indi əziz idi. Darıxdırıcı idi onun üçün, ona görə. Müəllim Fransa, sən onsuz da kifayət qədər cəzalandırılmısan deyəndə nəzərə tuturdu. Frans onsuz da
da dərslərə laqeyd olduğundan öz dilini yaxşı öyrənə bilməyəcəkdir. Tək idi. Bu ən böyük cəzadır. Müəllim bu nəzər tuturdu ki, o heç vaxt öyrənməyib, onsuz da bundan sonra öyrənsə də artıq dili keçirilməyəcək. Hekayədəki fikirləri ümumiləşdirərək sxemi doldur. Baxaq. Hekayədə kimlər iştirak edir? Frans, yəni şagird, müəllim, ağsaqqallar. Onları nə birləşdirir? Onları birləşdirən dil məsələsi. Şagird, yəni şagirddə nə idi? Deməli, şagirddə nə var idi? Şagirddə bu özünü necə göstərirdi? Şagird gec də olsa öz səhvini anlayır, dilə qoyulacaq qadağa onu qəzəbləndirir. Müəllim son ana qədər dili qorumağı, vətəni sevməyi məsləhət görür. Qocalar, yəni ağsaqqallardan deyəndə ki, müəllimə dəstək olurlar. Bunu yaza bilərik. Növbəti Cənub xatirələri qısa bir mətn, bir də bizim bu əsas mətnimiz. Mətndə cavabı var. Müəllifin İrana səfəri neçə gün çəkmişdi? İrana səfəri? Yox, bunun cavabı yoxdur. İranın paytaxtı hansı şəhərdir? Bunun cavabı var. Mühazirənin doğma dildə oxunmasını tələbələr necə qarşıladılar? Məndə cavabı yoxdur, amma düşünmək olar ki, onlar sevinclə mətndə cavabı var. Bunun cavabı var əslində. Amma İranın paytaxtı haqqında yox, Tehrandan Təbrizə gedir. Bunu düşünürük. Tam demir İranın paytaxtı buradır. 2-cə gedəcək. Səbəb nəticələri. Tələbələr mühazirənin fars dilində oxunmasına etiraz edirlər. Bunun səbəbi nə idi? Fars dilində oxunmasına etiraz edirlər. Olan mühazirə fars dilinə tərcümə olunurdu. Etiraz nəticədə tələbələr elmi çıxışı doğma dildə dinlədilər.
Mətni Təbrizli tələbələrin dilindən davam etdir və mətnə ad qoy. Uşaqlar, buna mətnə ad qoya bilərik. Amma davam etdirməyi siz özünüz eləyəcəksiniz. Buranı mən yazmıram. Təbrizli tələbələr buna çox sevindilər. Öz dillərində elmi çıxış eşitdilər. Vətənə məhəbbətləri biraz da artdı. Yəni bu sizin öz fikirlərinizdir. Amma ad qoymaya kömək edə bilərəm sizə. Ad qoyma nə ola bilər? Məsələn, ana dilli mühazirə. Mühazirə. Doğma dil. Doğma dildə çıxış. Öz bilirsiniz ki, mən yazı hissələrini yazmıram. Şikayətdə qəbul eləmirəm. Çünki öyrənməlisiniz. Deməli, cədvəli doldur. Məsələn, səs, siz, səslə, yəni səsləmək yaza bilərik. Ləmək. Səslər, səsin. Yine səsin. Bunu biraz naziləşdirək. Burada yoxsa yerləşmir. Dərinlik. Sonra dərindəki. O sözləri buraya yazarsınız. Qrammatik şəkillər. Dərindir. Dərindirdən başqa olmaz. Dərinlər olmaz, qəbul eləməz. Dərinlər adamı çəkir, xeyr, dərinin olmaz. Deyirəm, məntiqlidir. Günahkar, günahsız. Buraya yaza bilərsiniz. Günahlar yaza bilərsiniz bura. Günahın, yox. Günahdan yaza bilərsiniz. O sözləri qoşun yazın bura. Çətinlik yazmaq olar. Sonra çətinlik ən uyğunudur. Söz yazırıq. Çətindir yazsaq qrammatik şəkilçi olacaq. Endirmək ola bilər. Eniş ola bilər. Sözləri yazırsınız. Burada endik ola bilər. Enəcək də ola bilər. Sözləri yazırsınız. Gerilik ola bilər. Geridəki ola bilər. Bunları yazırsınız. Geriyə. Ya şəkilçisi də qoşsaz qrammatik olacaq. Aşağıdakı izahlardan birini istifadə etməklə boş qalmış xanalara müvafiq şəkilçilər. Çıxmaq üçün qapı, yol, çıxış. Riyazə alma, çıxma. Oynaqda çıxıq. Bir şeyin irəli çıxmış qalxıq hissəsi. Nə ola bilər bu? Çıxıntı. Yolçuluq, deməli, nə yazırıq? Eyni sözləri. Yol söz ismindən yolçu, yolçuluq isimdir. Yoldan yoldaş, deməli. Yoldaş. Üzdən üzlə, üz ismidir. Mək. Üzgəc ona aid deyil. Üzməkdəndir. Üzlük, üzgüsü də olmaz. Üzməkdəndir o. Üzlü. Deməli, üzgəclə, üzgəc, üzgücü. Bu feildən yaranıb. Bu, üzlük, üzlü, bir də var, üzləmək. Bunlar isimdən yaranıb. Yol feili də yolluqla yoldurmaq. Dördündən biri fərqlidir. Hansı söz eyni köklü sözlər cərgəsinə daxil deyil? Başsız, başçı, başlanğıc, başmaq. Başmaq sadə sözdür. Cavabımız D. Qırmaqdan qırğın, qırmaqdan qırıq. Qır ismindən qırçı feili qırmaqdan qırındır. Deməli, kökü eyni olmalıdır. Sağlıq. Bu sağ necə? Sağ. Bunlar necədir? Sifətdən yaranıb. Bu amma sağmaqdan sağcı yaranıb. Yanmaqdan yanıq. Yanğın. Yanmaqdan yanğı. Yamaq sözün köküdür. Yazlıq. Bu payız, fəsli olaraqdır.
Yazmaqdan yazı, yazmaqdan yazı, yazmaqdan yazılı, yazıçı. Bu yazmaq fe'lidir, amma yazlıqsa isim, yəni yazlıq ev mənasındadır. Bununla da bu izahımız bitdi. Növbəti izahlarda görüşərik. Kanala abunə olmağı unutmayın.